Rusiyanın Stavropol diyarından Azərbaycana birbaşa aviareysin açılması planlaşdırılır. Yeni hava marşrutunun Mineralnı Voda şəhərindən Bakı istiqamətində təşkil edilməsi nəzərdə tutulub. Stavropol diyarının qubernatorunun sözlərinə görə Moskvada keçirilən görüş zamanı Azimut aviaşirkətinin rəhbərliyi ilə Mineralnı Vodadan Bakıya birbaşa uçuşların təşkili barədə razılıq əldə olunub. Hazırda tərəflər yeni istiqamətin texniki və təşkilati detallarını razılaşdırırlar. İlk uçuşun nə vaxt həyata keçiriləcəyi isə hələlik məlum deyil. Bilet qiymətlərinin və uçuşların tezliyi ilə bağlı da konkret məlumat yoxdur. Ekspertlərin isə fikrincə yeni marşrutun açılması xüsusilə Stavropol diyarında yaşayan və Azərbaycana səfər etmək istəyən sərnişinlər üçün əhəmiyyətli yenilik ola bilər. Çünki hazırda Mineralnı Vodadan Bakıya birbaşa uçuş həyata keçirilmir. Sərnişinlər Azərbaycan paytaxtına əsasən digər şəhərlər üzərindən, o cümlədən Tbilisi və Moskva vasitəsilə transferlə səfər etməli olurlar. Yeni birbaşa reysin istifadəyə verilməsi isə həm vaxt itkisini, həm də səfərin təşkilində yaranan əlavə çətinlikləri azaltmağa imkan verə bilər. Stavropol diyarının rəhbərliyi hesab edir ki, yeni aviareysin açılması regionlar arasında turizm əlaqələrinin genişlənməsinə də təsir göstərə bilər. Bundan başqa birbaşa hava əlaqəsinin biznes və təhsil məqsədi ilə səfərlərin artmasına şərait yaradacağı da gözlənilir. Stavropol diyarından Azərbaycana, eləcə də Azərbaycandan Rusiyanın regionlarına səfər edən sərnişinlər üçün yeni alternativ yaranacaq. Hazırda isə əsas məsələ uçuşların başlanacağı tarix və marşrut üzrə tariflərin müəyyənləşdirilməsidir. Bir sözlə, Mineralnı Voda Bakı birbaşa aviareysi ilə bağlı ilkin razılaşma əldə olunsa da, uçuşların başlanma tarixi hələ rəsmən elan edilməyib. Tərəflərin texniki hazırlıq işlərinin tamamlanmasından sonra yeni marşrutla bağlı əlavə məlumatların açıqlanması nəzərdə tutulub.